Salam əziz və dəyərli izləyicilərim, dəyərli analar, mənə çox suallar verirdiniz ki, Məryəm xanım, uşağım və yaxud özüm, çox vaxtda da insanlar özləri də böyüklər, qum yeyirlər, mel yeyirlər. Ən çox uşaqlar görürsünüz ki, müəllimlər deyir ki, uşağınız mel yeyir dərsdə və yaxud ştikaturu belə yeyir və yaxud torpaqda oynayanda torpaq yeyirlər, bəzi hallarda xəmir yeyirlər, benzin yeyirlər, çiğ ət yeyirlər. Mənim əzizlərim və çox vaxt mən eşitmişəm ki, 50% qadınlar, analar deyir ki, torpaq yeyən uşaqlara eybi yoxdur, böyüyür, ona görə belə eləyir. Xeyr, bu belə deyil. İndi sizə deyəcəm nədir, bunun səbəbi nədir və nə etmək olar ki, bunu aradan götürülsün. Bu bir diaqnozdur, simptom deyil, bir diaqnozdur. Yəni bunu çox halda vərdiş deyirsiniz. Xeyr əzizlərim, bu nə uşağınızda, nə də böyüklərdə vərdiş deyil heç də və bunu müalicə etmək lazımdır. Müalicə deyəndə elə bir şey edirsiniz ki, ondan da bu şeylər, bu buz yemə, ət yemə, bu şeylər sizdən götürülür. Yəni bu sizin özünüzdən asılı olan şey deyil. Bu bir diaqnozdur və bu diaqnozun adı pikasizmdir. Təsəvvür edə bilirsinizmi? İstəyir böyüklərdə, istəyir balacalarda. Bəli, düzgün eşitdiniz, pikasizmdir və bunu müalicə etmək üçün nə lazımdır? Bilin ki, belə olan, əgər hansısa bir uşaq, hamilə qadın, böyük insan, əgər bu dediyim simptomlar varsa, demək ki, hemoqlobininiz, yəni hemoqlobin qanınızın faizi o qədər aşağı düşübdür ki, elə bir dərəcədədir ki, artıq siz onu adlandırırsınız ki, vitamin çatışmamazlığıdır, ay nə bilim vərdişdir, ay nə bilim nədir, xeyr, bu heç bir vitamin zat çatışmamazlığı deyil, ancaq və ancaq dediyim kimi bu bir diaqnozdur, pikasizmdir və düzgün deyim adını, yəni rus dilində pikasizm, Azərbaycan dilində pikasizm, yəni ki, hemoqlobininizin aşağı olması ilə əlaqədardır, bu da heç yaxşı iş deyil, mənim əzizlərim, infeksiya keçə bilər, ümumiyyətcə çox ziyanlıdır. Bu zaman nə edirsiniz? İstər uşaq olsun, istər böyük olsun, qanınızın analizini verirsiniz. Ferritin o dərəcədə aşağı olur ki, sizdə bu dediyim kimi çiğ ət yemək, xəmir yemək, buz yemək, ştikatur yemək, torpaq yemək, mel yemək, istər uşaqlarda, istər böyüklərdə bu meydana çıxır. Qanınızı yoxladırsınız və hemoqlobininizi qaldırırsınız. Kim istəyər dərman vasitələri ilə qaldırır. Mən amma o dərman vasitələrinin heç protivəm, yəni qruplarımda da heç bir dərmanları qoymuram. Hansı ki, Allah elə şeylər yaradıb ki, səbəbsiz yaratmayıb. Məsələn, yaşıl mərcidən hər gün yaşıl mərci yeyə bilərsiniz. Supunu, salatını, ən gözəl yaşıl mərcinin cücərmişi ki, Məryəm xanım bütün dünyaya artıq səs salıb, həyatdır, nəfəsdir, qanınızı qaldırır, 10 yaşından aşağı olmaz, 10 yaşından yuxarı hamı yeyə bilər, hamilələr də, süt verən analar da, hamı, şəkər xəstələri də yeyə bilər. Əvvəlcə yarım çay qaşığından başlayırsınız, mənim əzizlərim, yarım çay qaşığından yoxluyursunuz, çünki cücərdikdən sonra gluten düşür 1%. Yoxlayıb yeyə bilərsiniz, qreçka yeyə bilərsiniz, mal əti yeyə bilərsiniz ki, bunlar da hamısı bir də təmiz havada gəzmək lazımdır mütləq ki, qanınızdakı o dediyim ferritin, yəni hemoqlobininiz qalxsın ki, bu şeylərə meyillilik həmən kəsiləcək, özünüz də məəttəl qalacaqsınız. Mənim əzizlərim, yəni bu haqda da suallarınızın cavablandırdım və bir də onu deyim ki, əgər Məryəm xanımın qrupuna qoşulmaq istəyirsinizsə, qızıl qaydalarına bir dənə sizə onu deyim ki, mənim sağlamlıq ordumu ona görə sevir ki, xalqım, deyirsiniz ki, addıma bir dietologlar var. Məryəm xanım, sizi niyə bu qədər sevirlər? Girib səhifələrimdə oxuya bilərsiniz. Milyonlarla, minlərlə yox, milyonlarla insanlar dua yazır mənə. Nəyə görə yazır? Yəni özünüz şahidsiniz. Xalqın gözü, elin gözü tərəzidir. Ona görə ki, mənim qrupumda hər ay pul vermirlər, bircə dəfə 20 manat ödəyib bir il qrupumda qalırlar. Bəylər üçün qrup ayrıdır, xanımlar üçün ayrıdır. Sevilməyim səbəblərindən sayıram sizə. Bir dəfə 20 manat alıram. İkinci ən böyük səbəb odur ki, bağırsaqlarında bağırsaq uzanması olan, xroniki qəbzliyi olanlara mən sena çayını yeməyin üstünə töküyü, həftədə bir dəfə maqni sulfat duzu iç, qara kömür, nə bilim, sena, bisakadil, matilium, dufalak, bunlar qadağandır. Çünki mən bir mütəxəssis olaraq bunları qadağan eləyirəm, ona görə sevilirəm. Köpürəm deyənlərə ki, əgər hər şey nə yeyirsinizsə yeyin, köpürsünüzsə, bu artıq demək ki, qaraciyərinizin yüklənməsidir, bağırsağınızda bağırsaq daşları olmasıdır. Əgər mən hər gün sizə deyirəmsə ki, allaxol üçün, pankreatin üçün, qara kömür için bu dəhşət saçır. Çünki artıq mədə-altı vəzniniz sizə sıradan çıxardırsınız. Ümumiyyətcə, əgər sizə sataramsa arıqlama çayı, arıqlama kofesi, niyə onda mən qrup düzəldirəm, niyə onda mən sizdən hər ay pul almalıyam? Biraz başınızı nə olar, bir düşünün ki, necə olur ki, mən bu dietoloqa həm hər ay pul verim, həm də mənə arıqlama çayı, arıqlama kofesi, arıqlama şokolatı satsın. Bunlar dəhşət saçır, dərmansız, sağlam həyat tərzi sürəcəksiniz. İstəyirsinizsə buyura bilərsiniz, sağlamlıq orduma qoşula bilərsiniz. Qızıl qaydalarımı
tətbiq edəcəm. Gözəllik sirlərimi, qızlar, hamısını sizlərlə bölüşəcəm. Dırnaq göbələyindən azad olmaq, saçınızın gözəl olması, bütün sirlər sizin olacaq. Bircə dəfə 20 manat ödəməklə. Amma telefon nömrəmi, WhatsApp nömrəmi gərək düzgün yazasınız mənim əzizlərim. Əgər özünüzdən əlavələr etsəniz, tiriyə qoysanız, hansısa bir rəqəm əlavə etsəniz, tapa bilməyəcəksiniz. Sağlamlıq orduma qoşula bilməyəcəksiniz. Mən necə tələffüz edirəm? İstər kənddən, şəhərdən, xarici ölkədən, Rusiyadan, hardan qoşulursunuzsa qoşulun. Necə tələffüz edirəmsə, o cürə də telefonunuzun yaddaşına salın. Təbii ki, siz də istəyirsinizsə tam sağlam həyat tərzi sürmək. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.